Bəli, yenidən başladıq növbəti vizajımıza. Bu dəfəki xanımımız yumru üz cizgiləri olan toppuş-moppuş qəşəng bir xanımdır. Xanımın üz cizgilərini korreksiya eləyib və gözəlliyini daha çox önə çıxartmağa çalışacağım. Əvvəlcə qaşlardan başlayırıq. Qaşlar makiyajda çox önəmli bir nüansdır. Xanımın qaşlarında hər iki qaşda biraz fərqlər var idi. Bir qaşı daha yumru idi və onu da digərinə bənzətməyə çalışdım. Qaşın daha yaxşı önə çıxması üçünsə altından çəkilmiş korrektor çox önəmlidir və daha düz şəkildə çəkilməlidir ki, daha səliqəli görünsün. Üst hissəsinə isə sadəcə üzünə vuracağım tonalidən vurub sabitləyirəm. Gözün üstünü sabitlədikdən sonra isə keçirəm göz üstü tenə. Tendə isə kərpic tonlarından istifadə elədim. Həm xanımın zövqünü nəzərə almışam, həm də ona yaraşdığını düşünmüşəm. Gözlərin ön hissəsini daha açıq tonlarda elədik. Sonra isə keçdim linerə. Linerdə çox önəmli nüansdır. Düz çəkilməlidir və hər iki göz bir-birinə bənzəməlidir. Bu zaman gözlər daha gözəl vurğulanır. Gözün önünə də aydınlatıcı vurdum və sonra kiprikləri tuşla düzəldəndən sonra kiprikləri yenidən əlavə kiprik qoyaraq tamamladıq. Üst tonlaşmasında isə tonalliyə mən bir neçə ton tonallini qatıram bir-birinə və bazanda həmin tonallinin içinə qatıram və onda düşünürəm ki, daha gözəl effekt olur və üzün nəm balansı düzgün olunmalıdır ki, üzdə tonalli daha gözəl otursun və parlaq bitişli olsun. Üzün korreksiyasında isə yığmaq istədiyimiz hissələri tünd, digər hissələri daha açıq tonlarla eləyirik. Və burada da həmin hissələri göstərirəm sizə. Sonra isə sponj vasitəsilə əvvəlcə açıq tonları, sonra isə tünd tonları düzəldib, yayıb və bərabər şəkildə onları sabitləyəcəm. Xanımın cizgiləri çox gözəldir. Sadəcə yumru olan hissələri daha çox yığmağa və digər hissələri daha çox önə çıxartmağa çalışıram. Sabitlədikdən sonra transparan pudra ilə keçəcəm digər işləmlərə. Mənim səhifəmdə baxsanız bir çox vizajlar əslində korичневый tonlarda, torpaq tonlarındadır. Bu əslində mənim seçimim yox, mənə yaxınlaşan xanımların seçimidir. Hər kəs bu tonu çox sevir. Dodaqlar isə, keçirik burada dodaqlara. Dodaqlar isə çox önəmli nüansdır. Necə ki göz, qaş önəmlidir. Dodaqların korreksiyası da düzgün olunmalıdır ki, makiyaj daha səliqəli və gözəl görünsün. Dodaqları daşırmadan açıq tonlarda korrektorla düzəltdim dodaq qələmi ilə. Sonra üstündən pomadamızı vurduq və bu dəfə mat yox, daha parlaq glossdan. Glossumuzu da vurduqdan sonra keçirik aydınlatıcıya. Bunların ardıcıllığının necə olması əslində sizin seçiminizdir. Hər kəsdə fərqli ola bilər. Burada yanlış, doğru olan bir şey yoxdur. Aydınlatıcını isə xanımın üz cizgilərinə görə hansı hissələri daha sabitləmək istəyirəmsə, daha çox önə çıxartmaq istəyirəmsə, həmin hissələrə vururuq. Mən aydınlatıcıda ən çox sevdiyim şey burun hissənin aydınlanması və korreksiya olunmasıdır və bu burunun daha yığcam, ön hissəsini, yumru hissəsini və sümük hissəni aydınlatıcı ilə aydınlatanda daha gözəl və daha incə buruna sahib olmaq olur. Məncə videodan da bu görünür. Xanım çox gözəl oldu, çox yaraşdı. Onsuz da çox yaraşıqlı, gözəl xanım idi. Düşünürəm ki, onun cizgilərini daha çox önə çıxartmağı bacardım. Təbii ki, sizin fikirləriniz mənim üçün çox önəmlidir. Və bu arada vurğulayım ki, tələbə qəbuluna da start vermişik.